Assambleyasında qaldırmamağı Azərbaycan tərəfindən xahiş edərək, bu problemi ATƏT-in Minsk qrupu çərçivəsində həll etməyə imkan yaradılmasını istəyirlər. Müəllim, nə var, nə yox? Necədir işte? Salamatçılıqdır. Dünən Musagilin evinə bomba düşüb. Nə danışırsan? Salamatlıdır. Anası ağır vəziyyətdədir. İndi haradadır? Apardılar şəhərə. Sonra nə var, nə yox? Lənkərandan 25 nəfər kömək gəlib. Silahları var. 2 dənə qoşarülər, bir də köhnə mauzir. Bəs o kimdir? Bakıdan gəlib jurnalist. Növbətçi, yanıma! Yoldaş komandir Sırav Mirzəyev əmrinizlə gəlmişdi. Növbətçi olduğu müddətdə batalyonda heç bir hadisə baş verməmişdi. Bu kimdir? Kim bıraxıb onu bura? Jurnalisti sizi görmək istəyir. Növbətçi, sənin vəzifən nədir? Batalyonun ərazisinə kənar şəxsləri buraxmamaq yoldaş komandir. Ged öz komandirinə de ki, bir sutka səni qulbaqda saxlasın. Oldu yoldaş komandir. Əvvəlcə onu çağır, sonra ged. Oldu yoldaş komandir. Bu jurnalistlər elə bilirlər ki, bura yel əsib qoz tökülür. Day demirlər ki, burada müharibədir. Bura göydən bomba tökülür. Busa günün bu vaxtında gəlib. Salam, yoldaş komandir. Salam. Yoldaş komandir, mən Bakıdan gəlmişəm, qəzet müxbiriyəm. Sizdən müsahibə almaq istəyirəm. Dostum, o gün bura bir jurnalist gəlmişdi. Düşmüşdü şəhərin küçələrinə. Axtarıb, harada bağlı qapı tapmışdı, çəkmişdi. Dünən baxırdım. Deyirdi ki, güya cəmaat qaçıb. Bəs soruşan yoxdur ki, bu erməninin qabağını kim kəsir? Hə? Hökumət? Bəlkə sənin dədən? Hə? Yoxdur hökumət. Əgər olsaydı, bu cəmaatı bura buraxmazdı. Yığışdırıb aparardı bunlar buradan. Yoldaş komandir, mən... Gecə səngərdəsən, səhər gəlib görürsən ki, qırat düşüb, ev eşiyini dağıdı. Yaxşı komandir, mən getdim. Get. Yoldaş komandir, mən o jurnalistin şəkillərinə görə cavabdeh deyiləm. Abala, bura gəl. Yoldaş komandir, Siravət Şərqeyrət sizin əmrinizlə gəlib. Yaxın gəl. Bilirsən bu neçə yaşar? 15. Səngərdən çıxara bilmirəm. 10 dəfə qovmuşam, gəlib görmüşəm ki, yenə səngərdədir. Day qovmuram. Bax, bundan al intervyunu. Gör ki, sənə nələr danışır. Amma... Yoldaş komandir, mən hökumət jurnalisti deyiləm. Hökumət jurnalisti olsaydım, gedərdim hökumətin yanına. Da sizin yanınızda... İncimə, həqiqət budur. Oturmuşsuz Bakıda, buradan xəbəriniz yoxdur. İnsanlar dəli kimidirlər, adi bir sözdən də alovlanırlar. Yoldaş komandir, yenə deyirəm, mən qəzet müxbiriyəm. Hökumətlə mənim heç bir əlaqəm yoxdur. Damini oynamaq istəyən geçsin, xarabasında oynasın. Salam komandir. Salam aleyküm. Otur. Salam aleyküm. Bilirsən dostum,
Müharibədə 3 cür adam olur. Tank belində şəkil çəkdirənlər, müsahibə verənlər, bir də vuruşanlar. Bax, bu boydan rayonda cəmi cümlətanı 2 dənə tank var. Onun birini cəmaat pul yığıb alıb. İndi Qarağazıda ermənilərin qabağını kəsib. İkincisini hökumətiniz göndərib. Özününkilərə. Bax, indi Ağ evin qabağında, onları qoruyur. Tank belində şəkil çəkdirənlər, bax, bu saat Ağ evin qabağındadılar. Müsahibə verənlər də, bax, bu dəqiqə Ağ evin içində bilyard oynayırlar. Bizim batalyondakı vuruşanlardır. Belə. Nietzsche deyir ki, Siz Nietzsche oxumusunuz? Ha, oxumuşam. Bəs mənə dedilər sizin ali təhsiliniz yoxdur axı. Bəyəm ali məktəbdə Nietzsche keçirlər ki? Ha? Dostum, bir də sənə kim deyib ki, mənim ali təhsilim yoxdur? Var. Universitetdə oxumusunuz? Bəli. 6-cı kolonda. Sonra qovdular, getdim diplomu Kalımada aldım. Bax belə. Nietzsche deyir ki, öləcəm, məni bu torpağa bastıracaqsınız. Sonra bu torpağı mənə görə sevəcəksiniz. Yaxşı dostum, indi biz nə qədər ölməliyik ki, bax bu torpağı sizlərə sevdirə bilək. Yox, komandir, mən o mənada demədim. Şairi çağırın bura. Başla komandir. Dostum, məni bağışla. Dünən bütün günü başım ağrıyıb. Özüm də bərk yorulmuşam. Eşdirəm komandir. Oo, şair pis deyilsən ha. Yaxşısan. Komandir, sənin qorxunla yaxşı olmaq olur. Yaxşı. Qonağı sənə tapşırıram. Gəzdir onu buraları, görsün nə var nə yox. Başla komandir. Mənsə getdim. Komandir, icazə verin, bir dəfə sizlə döyüşə gedim. Yox dostum, olmaz. Sən get, qələminlə vuruş. Gel bax, bu uşaqlardan yaz. Amma kişi kimi yaz. Həqiqəti yaz. Yaxşı mı? Sağ ol. Aydama, bugün halkımızın milli düşüncesinin ağır sınavlar keçiren vaktidir. Bugün biz buhari aparan devletik, defoltuk. Bunu hamı bilmelidir. Bu meselede hamı vaktinde işgal edemelidir. Teessüfkar bunu etmir. Rayonumuzun bölge merkezi komite tarafından tayin olunmuş. Birinci katibimiz ağrı başlı başına bırakın. Kalkın qeydine kalmır. Gel görüm abi bura. Yerine vur ha vurdu. Deyirsən katibi istifaya göndərmək istəyirlər. Bunlar çıxıb getdilər ki. Çık gel ha buradan. Hayırda ne yakışmışsınız ha buralara? Cemaat sengerde kırılır. Siz burada toy tolusu gibi düşmüşsünüz ortalığa. Yanınıza silah götürüp girin sengere. Ya da reddolun gidin karavanıza. Bir de sizi buralarda görsem, aparıp hamınızı gargarda düşüreceğim Ermeni'nin kabağına. Cemaate silah lazımdı, başa düşürsüz. Silah. Patron lazımdı. Avtomat lazımdı. Şəhərini korusun, arvad çağını korusun. Ben bilmirəm cemaati yola verim. Ermeni ile vuruşum. Yoksa sizin gönderdiğiniz nazirlerin kulluğunda durum. Arasının ağzından bir avaz gelir. Bilmirsən kime kulak asasan. Muhalefetçiler kimi danışırsan. Seni orada oturtururlar ki, tekanı sözün diyesen. Burada muhalefet seka yoktu. Burada torpağını koruyan cemaat var. Bilmirlər siyaset zad nedir. Özleri de bombanın altında yaşayırlar. Bilirəm.
İndi deyəcəksiniz ki, eyni şeyi nə qədər təkrar eləmək olar. Amma bu şəhərin yası sizsiz də. Sizdən başqa dərdimizi kimə gedib deyək? Rəhmətliyin oğlu, nə şəhər, nə yiyə. Bu saat ölkənin yiyəsi yoxdur. Deyirəm, bu uşaqlar yazıqdır. Göndərin onları bizim batalyonlara, biraz təlim keçsinlər, döyüşdə sərçə kimi qırılmasınlar. Deyir, yox, sən könüllülərin sayını artırmaq istəyirsən. Güya bu könüllülər mənə dədəmdən miras qalır. Deyirəm, yaxşı, bizim batalyona vermirsiniz, verin nazirliyin batalyonlarına. Şiringilə. Ona da razı olmalılar. Ha? Yox. Onda güman qalır ancaq Allaha. Silah olmayacaq. Gözləmək də lazım deyil. Döyüşə balta ilə, yaba ilə gedirik. Əlimizə bir dənə silah düşəndə, o lətifədəki kimi qırğın düşür. Allahın patronunu tapa bilmirik, mal heyvan satıb alırıq. Heç bilmirəm, mal heyvan qutarandan sonra nə eləyəcəyik. Ha, silah problemdir. Ermənilərin əskəranda bir dənə BTR var, yığıb bizi boğaza. Nazirlik 2 topçu göndərmişdi. BTR vurmaq əvəzinə Qaraqacıda su qülləsini vurmuşdular. Cəmaatın əlindən güclə aldım onları. Bunlar ölkəni dağıdır. Biz də burada boş yerə cavan-cavan uşaqları itiririk. Möhkəm ol, ruhdan düşmə. Ruhu topa qoyub atmaq olmur axı. Bir yandan da bu ermənilərdə Levon adlı bir qərargah rəisi peyda olur. Kim? Levon? Ha, gəlmələrdəndir. Cəlladlıq eləyir köpək oğlu. Kəndlərə girib arvad uşağı qırır. Əzrail də elə bil, biraz bizə patrondan filandan kömək eləsəydin, sevinərdik valla. Yaxşı, uşaqları göndər, 3-4 avtomat verim sizə. Allah köməyin olsun. Göndər ha, gözləyəcəm. Oldu. Hadi. Baref, Rındapet. Salam komandir. Harsat! Havaklik! Rudarek! Sarbek! Sarbek! Kum! Şarbek! Zgaz! Baref, Zimvorner. Salam əskərlər. Sizə yeni gəlmiş əskərlər kimi bircə dəfə aydınlaşdıracağım, sonra tələb edəcəm. Müharibənin öz qanunları var. Kim bu qanunlara əməl edirsə, sağ qalır. Başqaları, əməl etməyənlər ölürlər. Bu qanunlar qan bahasına yazılmış qanunlardır. Əgər sizlərdən kimsə bura qan tökmək əvəzinə oynamaq üçün gəldiyini düşünürsə, böyük səhv edir. İkinci məsləhətim, məqsədə çatmaq və sağ qalmaq üçün Azərilərin heç birinə aman verməməlisiniz.
Hınravarüsü midivek. Künükleri. Yere eknerine. Qadınlara və qocalara da. Koçmegin. Kanan. Südəmər uşaqlara da. Cererin. Cahillerin. Katnacer yere Heç kimə aman vermək olmaz. Türkleri çeki Bu türklərin kökünü kəsmək lazımdır. Barze. Aydındır? Barze balorin. Salam abala. Salam. Necəsən? Babatım. Çörək yeyirsən? Yemirəm. İt kimi yorulmuşum. Qoy bir 2 saat yatım. Oyadarsın. Heç olmasa bir stəkan çay sonra yat. Çox üstə olmasın. Elə biraz var altını söndürmüşəm. Musa'nın anasının ayaqlarını kəsiblər. Düzdür. Hə. Yazıqlar. Bir gün dağılsın ay cəmaatı bir günə salan. Qarağacıya bomba düşüb. Bilədik. Bəs bu türklər niyə gəlmirlər? Gəliblər ay ana, gəliblər. Şükür, çox şükür. Bəs balaca qeyrət necədir? Yaxşıdır. Komandirə kömək eləyir. Corab toxumuşam onun üçün. Apararsan. Yaxşı. Apararam. Bala, deyirsən qəbirstanlığa qırat düşməyib. Düşüb. Qorxma, kişinin qəbri salamatdır. Görən bu gecədə qırat atacaqlar. Bilmirəm. Hazırıq. Hücuma keçək. Başlayın. Tez olun. Hücuma keçirik.
Karaçı, Gelvi. Ona ağrı kesici verin. Sarğısını dəyişin təcili. Baş üstə doktor. Biraz hasta ol. Yaxşı, yaxşı, yaxşı. Yaralıların ağrısı kəsin. Qoy yerə. Gəlirəm ay bacı, gəlirəm. Şellidən yaralıları gətiriblər. Abdullah, tez ol. Tələsmə, yavaş yavaş. Niye hiç olmuyor? Niye askerlerin dövüş meydanından çıkıp? Niye ahire kadar vuruşmamsınız? Ben ne niye bilərəm? Görmürsünüz, çox uşaqmışlardır. Onların çoxu işləməz əllərinə silah götürürlər. Tankı görən kimi. Sen zabitsen! Hani senin zabit şerefin? Bağla kumbaranı belime, at öz bu tankın altına! Hər şey dözməyə hazır. Biz de bu uşaqmışlarla düşmən qabağına çıxmaq olmur. Elə belə terrorçu deyil. Interpol da tuta bilmir. İndi də gəlib oturub Qarabağda cəlladlıq eləyir köpək oğlu. Deyilənlərə görə bir yerdə dayanmır. Ermənilər yaman bək yapışıblar ondan. Biz onun hərəkət istiqamətlərini bilirik. Rasiyada danışıqlarını tutmuşuq. Neysə. Mən sizə bir rasiya verəcəyim. Bir də onun əsas hərləndiyi əraziləri. Nə deyirsən? Bacarar? Drakon bacarır. Dara düşsələr, Abdalıki uşaqlar kömək eləyiblər. Amma 7-8 kilometr içəri girmək lazımdır. Aydındır.
Bura qabaq musiqi məktəbi idi. Çek beni bırak. Hiç kızı. Çek. Yere. Bırak beni bırak. Bir sesini çıkartsan üze canlırsın. Gel göre. Bırak. Bırak. Geç. Ermeni kızıdır. Götürdü bizi. Levonu tanıyırsan, Ne Livonu, hansı Livonu? yalan deyirsən, tanıyırsan. Bilmirəm hansı Livonu deyirsən, tanımıram. Hə, tanıyıram. Dünən buradaydı, gece getdi. İndi hardadır? Bilmirəm, öldürmə məni, bilmirəm. Yalan deyirsən, düzün de. Bilmirəm, məni öldürmə, bilmirəm. Bırax bunu. Necə yəni bırax? Mən arvad davası eləmirəm. Biz torpaq davası eləyirik. Adı nedir? Adını de, mən adını de. Adını. Mənim adım sənə lazım deyil. Çıx get. Nə siqaret çəkərdin? Bozbaş yemək istəmirsən? Bozbaş istəmirəm. Amma siqaret çəkərdim. Amma mən bozbaş da yeyərdim. Sigaret də çəkərdim. Sən nə istəyirsən? Hey. Yaxşı, sakit olun. Bura söhbət eləməyə gəlməmisiz. Drakon. Hə? 2 gündür bu it oğlunu tapa bilmirik. Hələ çox axtaracaq. Tapana qədər. Bu boyda Interpol neçə vaxt tuta bilmir. Biz necə tutacaq onu? O Interpoldakıların anabaclarını doğrayıb quyuya tökməyib. Bizimkiləri doğrayıb. Tapmaq lazımdı onu. Getmiştim aşotu, kızın at, ara, İvon mənə heç nə demir, ara. O məndən heç nə soruşmur. Geç. Hara istəyir, Geri dedim, hara geç. gedir. Geç. Drakon.
Şaqqal. Ara! Bilmirəm! Yox, sənin qardaşını mən öldürməmişəm. Mən qardaşımı demirəm. Anam qurban demişdi vaxtında. Yox, xəbərim yoxdur. Qırılanları deyirəm, qus həcmab. Qadınları, uşaqları deyirəm, məhv eləməkdən həzz alırdı. Qus həcmab, qus! Allahümme salli ala Muhammeden ve ali Muhammed. Deyəsən tapmışam. Levanın səsidir. Ne danışırlar? Ver bana. Levon Tuğdad. Kiməsə deyir ki, saat 10'da Nuraşenə gəlsin. Birdən gülablıya girərlər ha. İndi başqasıyla danışır. Onu da Nuraşenə çağırır. Deməli saat 10'da. İndi saat neçədir? 7. Buradan Nuraşenə 5-10 kilometr olar. Meşənin içi ilə geçsək, yolu biraz da qısaldarıq. Hə, getdik. Salam qardaşlar. Nə istəyirsən? Yaralı döyüşçüyəm. Məni də aparın Nuraşenə. Bəs sənin dəstən ana. Səhər Nuraşenə gediblər. Mən geridə qalmışam.
Hə, uşaqlar qayıtdı. Salam, salam. Salam, həmişə evdə eşildə. Sağ ol, salamat. Levonu tuta bildiniz? Necəsin? Sağ ol, yaxşıyam. Salam uşaqlar. Salam, Drakon. Həmişə salamat olasın. Həmişə evdə eşildə. Ay uşaqlar, bir dəqiqə deyək. Salam. İtələmə bir dəqiqə. Salam, salam. Ay kişilər, bir dəqiqə deyənin da. Ayşə bax. Mən neynəmişəm axı? Drakon, vallahi elə bir şey erməniyəm. Sən Nə? ermənidən də pissən. Çıxar şalvarını. Drakon, nə Ya danışırsan sən buradan sən? tumançaq gedəcəksən ya da heç getməyəcəksən. Ay kişi, mən bu rayonda 5 kişidən biriyəm. Sənə qurban olum, hamısının atası ilə çörək kəsmişəm. Sənin başına dönərəm mən. Mən bilsəydim ki, sən istəyirsən, vallahi billahi sən göndərmirsən, bir şey fikirləşərdim də. Çıxar şalvarını. Nə İnamus danışırsan sən? köpək oğlu. Ha! Sən çaşmısan. Bura bax, adın deyəsən qulağına deyil. Mənim şalvarımı çıxardan elə. Drakon, bəsdir. Sən qarışma. Ona olan oldu dayı, bəsdir. Sənə dedim axı, sən qarışma. Şalvarını çıxartmayacaq. Küçük, sən nə vaxtdan kişi oldun, hə? Heç kim yaxın gəlməsin. Mutsuz ayrın da. Nə baxırsınız? Ayrın da olar. Yaxın düşmə dedilər. Küçük. Silahı növbətçiyə təhvil ver. Sən də. Mən onsuz da onu vuracağım. Sən onda birinci məni vuracaqsan. Qoy ermənilər bayram eləsin. Silahı təhvil ver. Silahı mənə sən verməmsən, komandir. Sən də alasan. Drakon! Pələng, sən ölmüsən. Drakon! Qoy geçsin komandir. Toxunma. Nə üstündə boğuşurdular? Musa'nın anasını aparıblar Bakıya. Həkim 1000 manat pul istəyir. Ha. Drakon da uşaqları göndərib ki, baza müdüründən istəsinlər. Bu bir qeyrət də verməyib. Aydındır. Ay Allah kömək ol. Ay Allah sənə qurban olum. Özün kömək ol. Qurban olum ya Allah. Eşidirəm yoldaş katib. Nədə, eşitdim könüllülər şalvarımı çıxartmaq istəyir. Hə? Gərək çıxardıydılar. Yoldaş katib. Sən bir kəndir tap özü varsa, şəhərdən milyonlar yemisən. Cəmaata 5 manat xərcləməyə qarın ağrıyır. Amma lazım olmayan adamlar istəyəndə yüyürə aparırsan. Yoldaş katib, vallah mən... Sözümü kəsmə. O bədniyabət buxalteri və tapşır, hər batalyona 10-15 min pul göndərsin. Kalbasa yeməkdən qarınları bir-birinə yapışıb. Başda yoldaş katib. Mütləq çatdırarıq. Narahat olmayın. Sizi ağabey çağırırlar yoldaş katib. Bura bax. Sabah oradan 100 min götürərsən. Hər batalyona 10-15 min vermək lazımdır. 100 min? Bəli, 100 min. 1000 kərə demişəm, başvarı gəldi soxma. Baş üstə, necə məsləhətdir. Bura bax. O pələng deyirlər, nə deyirlər? Sizə qonşudur? Nə var, nə yox? Ay, bu baş tərəfdir. Əlimdə 3 dənə patronum var. Deyir birini ver mənə. Hə, ver də. Nə olsun? Bəs sən nəsən? Hə, nə ola? Dursun orada. Komandir! Sigareti. Komandir! Eşidirəm. Bir qələt də eləmişəm. Denən silahımı versin. Sabah baxarıq.
Felek! Eşidirəm, komandir. Həkim Musa'nın anası üçün nə qədər pul istəmişdi? 1000 manat. Burada 250 manatı. De uşaqlar yığsınlar, apar ver onlara. Məşğul olun. Sür. Bura bax, çox səs-küy salma. Baş üstə. Bala, abala. Qırad atırlar. Bismillah, bismillah. Yox ay bala, qırad atmırlar. Səni çağırırlar. Kim çağırır? Drakon? Rəhmətli atanın mühasibidir. Xeyr ola gecə vaxtı. Xeyirdir. Maşında bir nəfər var. Sənlə danışmaq istəyir. Maşında niyə? Burada söhbət eləmək olmaz. Maşın yaxşıdır. Axşamın xeyir dostum. Əyləş. Xeyirdi mi? Xeyirdir, əlbəttə xeyirdir. Day sən mənə görə özünü əjdahanın ağzına atmısan. Atanı da yaxşı tanıyıram. Tonlarla çörək kəsmişik. Geç otur. Otur. Allah səni saxlasın. Sən ki məni o boyda biabırçılıqdan qurtardın. Bax mən də, mənim balalarım da ömrümüzün axırına kimi sənə borcluyuq. Nə sənin, nə də balalarımın mənə borcu yoxdur, reis. Sözlü de. Al, götür. Bu nədir? Aç gör nədir. Bu pula maşın da ala bilərsən, evlənə də bilərsən, Bakıda ev də ala bilərsən. Musa'nın anasına 1000 manat pulu qıymadın. Nə olub indi havayı pul paylayırsan? Havayı niyə? Həyatımı xilas eləmişsən. Reis, uzatma. Məndən nə istəyirsən? Drakon deyibsə, o səni mütləq vuracaq. Rəhmətliyin oğlu günün gün ortaçağı o boyda deputatı vurdular. Kimə nə dedilər ki? Deyirəm bəlkə o səni vuranacan, sən onu vurasan. Arbat keçinib? Yox, salamatdır. Musa Bakıdan xəbər göndərib, ona görə gəlmişəm. Arbat keçinib, hə? Yox, yox. Gözlə bir dəqiqə. Ala bunu. Bu nədir? Pul. Pul? Körsən, görmürsən? Puldur da indi. Musa'nın dostları göndərib Bakıdan. Arvadı müalicəsi üçündür. Nə səfih-səfih danışırsan? Musa boyda Bakıda dərman almağa pul tapmır. Nə dost? Hansı dost? Dostlardan biri sən özün. Acından gün orta durursan. Nə zəhləmi tökürsən? Dostları olmasın olsun yaxşı oğlanlar. Al ged arvadı müalicə elə. Evinizi tikdir. Nə gözünü döyürsən? Qoy civə. Nə deyirəm? Kim göndəribsə Allah balasını saxlasın. Eşitdim bugün drakonla dalaşmısınız. Bax drakonun ağzından söz çıxıbsa bəlkə sabah Seyid Lazım ağanın yanına gedək. Bax onun sözündən keçməz. Mənim özümə nə gəlib? Yaxşı göpə basma. Sabah gedək ya yox. Nə bilim. Gedək deyirsən gedək də. Tez elə, durma, tərpər!
komandir. O tarafta bir beteriler var. Yolu vurup tez gizlenir. Tek beteri olsa dert yarı da. Artilleriyası mümkün değil komandir. Komandir, ora bak. İcazə ver məlumat verin. Buyur. Mən Ağbulaqda postdaydım. Ermənilərin bir beteri, bir qranatçotları, 2 dənə də pulemyotları var. Saylarını dəqiq bilmədim. Az deyirlər. Beteri 360 adınındır. İtoğlu yaxşı işləyir. Əgil! Batalyon! Komandaya kulak as! Drakon dəstəsiyle sağdan çıxır. Ben merkezden. Korkup kaçan olsa yerindece vurulacak. Komandaya hazır ol! Yarım saat icazə ver mənə. Mən beteri aşırdaram, komandir. Vurulacaksan. Uşaqlar qırılacaq. Batalyon! Drakon beteri aşırmak için yarım saat vaxt istəyir. Yarım saatten sonra komandaya hazır ol! Yarım saat. Komandir silahını verdi. Verdi. Müəllimdən aldım. Bəs granatometu hardan aldın? Yoldan tapdım. Yəqin əsgərlər qaçanda atıblar. Bəs qorxmadın ki, səni vuraram? Yox. Niyə? Əlin qalxmaz. Düz atmışsınız! Biraz sağa! Pelencanı çağırın onu! Tez! Yoktu pelen komandir! Nece yeni yoktu? Kapın onu! Mine hedefe değme! Tez ol Drakon! Tez ele! 4-5 belə beterimiz olsaydı, əskəranı çoxdan şumlamışdıq. Vura bilərsən? Vurmağa gəlmişik də. Qız deyili, dəmirdi. Ehtiyatlı ol. Atandan sonra öpərsən, ağız burnun yapışıb qalar üstündə. Məsafə böyüdür. Nə olsun ki? Yəni ki, çətindir. Yaxşı, birinci dəfə deyil ki. Qulaq as. Bu ağacı görürsən? Hə. Mən gedirəm ora. Qumbara atmaq üçün məsafəyə çata bilim. Yaxşı? Diqqətli ol.
Narahat olma, qorxma, mən buradayam. Batalyon! Kalk ayağa! Məni vurdular ha? Qorxma, boş şeydi. Qardaşımı görək ki, boş şeydi. Qardaşımı görək, boş şeydi. Rako, mən ölürəm. Hara ölürsən, sən özün vuracam. Bulvarda. Yaxşı gülə mənə dəydi. Sənə dəysə də biləcək də mən vuruş. Arvadın ürəyi partiyacaq Rako. Səfey danışma. Biraz döz. Səni çatdıracam həkimə. Ver içim. Yox, olmaz. Onsuz da ölürəm, ver içim. Ciğerim yanır Rako. Ver içim, kurban olum, ver içim. Rako, ben kız görmedim.
Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim sıratellezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin. Allah rahmet eylesin. Sağ olun. Amin. Allah rahmet eylesin. Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim sıratellezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veleddâllin. Amin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammedin ve Allah rahmet eylesin. Ya bir şehitler. Ermənilər Qaraqaç tərəfdən çoxlu qoşun yığırlar. Axırıncı dəfə xeyli adam itiriblər. Yaman acıqlıdırlar. Bunu səndən və məndən başqa bilən var? Müdafiə naziri bilir. 4 batalyon göndəriblər. Kimləri? Küçədən yığdıqlarını? Aralarında döyüşən uşaqlar var. Döyüşənlər odaya qırılıb getdilər. Ve orada her bir kesin emel defteri verilecek eline. Yani sevabı çok olanın defteri sağ taraftan sağ eline verilecek. Günahı çok olanın sol taraftan sol eline verilecek. Uşaq bunu dünən getirmişdi. Deyirdi Türkler gönderip. Komandire çatacak.
Beşinciyim. Kartal. Beyler. Gel. Kaç Kartal'ın yanına. Ne kömeği lazımdı. Tezele. Kömek göndersin. Tez. Dur beni ötürürsen ha. Türkler dalımca. Hep yere babanı vurdular. Anne dalmışsın. Sen ötürüz oldu. Herkesin senden oldu. Anne dalmışsın. Tezeli. Sağ ol. Sağ ol. Kiminsin günden sen ha? Agilin. Komandir. Ermeniler Karagacı'nı götürdüler. Nece yanı götürdüler? Ehlede var 10 tutup yanı. Nece yanı? 709'da 500 götürüp kaçı. Hara kaçı? Bilmirəm, kaçı. Lanet şeytana. Benim anı. Benim. Buraya gel tezele. Nədir komandan? Batalyonu təhvil al. Ben izi qaydıram. Möhkəm dayanın. Gel. Aşhadu en la ilahe illallah. Aşhadu enne Muhammeden Resulullah. Allahu Ekber! Silaha! Hamı silaha! Şehirlerden gidin. Gargar tarafa gidin. Komandirin yanına. Sen ne durursan? Reis, bəs tuzaqlar necə olsun? Kolonun reisine zəng vur. İndi her şeyi başa salacaklar. Sakin! Kulak asın. Deməli məsələ belədir. Ermənilər şəhərə girir. Siz də çıxıb gedin. Dağılışın. Dağılışın. Necə dağılışın? Bizimlə iş ola. Hara gedək? Reis. Silahlı. Texnikanız. Nasıl texnika? Ne texnika? Anem deyip birbirine. Şəhər yanır. Cemaat kırılır. İndi mən nə etməliyəm? Bu cemaata nə deməliyəm? Qaçın, canınızı kurtarın.
Vesselam. Sizin cemaat onsuz da kaçır. Şehrinizi koruyan bilmişsiniz, günah başkalarında aktarırsınız. Siz hele bizi yaxşı tanımırsınız. Bu şehir de, bu cemaat da kişi kimi ölecek. Sizse bu dünyaya nakişi gelmişsiniz, nakişir öleceksiniz. Birinci, bana cevap ver. Birinci. Birinci işidir. Reis. Bu cemaatin hakkı sana halal olsun. Kömek olmayacak. Ölme reis. Ölme. Sen ölmeli oğlan değilsen ölme. Dur reis dur. Kumbara! Yoldaş katip. Getmək lazımdır. Maşını xodda gəlirəm oğlum. Canıbazlar gayrına! Harekası size! Gelmişsen, göt çekir gönaklar! Gelir ben öyle! Üstasın tıkalarım var! Gönder beni! Gönder beni! Ödün geç, cehennem ödün geç! Gel lan toplayın! Kaydın geri! Geriye! Ne oldu? Ne işleyeceğim benim askerlerimden? Harekasına sayın askerleri! Eşce beniyle! Şehir özünüzü koruyor! Gönder geri askerlerimi! Sen bilirse kiminin danışırsan, it oğlu it! Ne diyorsunuz? Geriye kaydınım! Geriye! Geriye kaydırın! Geriye kaydırın üç uşağı! Kaydır dala! Hamı dönüşe! Geriye kaydırın! Ne bakırsan ha? İt oğlu! Kaydı dala! Kaydın dala! Hamı kaydır dala! Kaydı dala! Neylediz benim uşaklarımı? Kırdırdınız cemaatin elini üstümdese! Bırakın beni! Bırak beni deyirəm! Bırak seni! Terpeme komandan! Bırak! İt oğlu it! Terpeme! Bırak beni! Bırakın beni! Kırdırdınız cemaati! Verdiniz güdese! Destur de destur! Bırak beni! Bıraktı Ermeni şehre! Hardadır benim uşaklarım?
Əmi, ay əmi. Ora getmə, orada erməni var. O gün dayandığın yerdə 2 nəfər əskərimizi vurublar.